Bu boşqabı yeməklə bir stəkan çay qadının qabağına qoymaq o demək deyil ki, sən bu qadına dəyər verirsən. Qadın, çox üzr istəyirəm, it deyil. Gətirib onu zincirdən qapıya bağlayasan. O da sənin kimi insandırsa, o diqqəti ona verməlisən. Və qadın kişinin ona verdiyi diqqəti, ona verdiyi dəyəri həmişə üstün tutur sevən qadın. Normal ailədə qadın gözü qıraqda harda qalmamalıdır? Diqqətdə, sevgidə, dəyərdə. Ailədə çətinliklər olur. İnanın ki, yəni imkanı çox yüksək olan insanların da ailəsində çətinliklər olur. Evet. Aşağı büdcəylə olanda da. Amma qadının gözü maddi baxımdan yox, mənəvi baxımdan çöldə qalmamalıdır. Amma belə kişilərimiz də az deyildi. Yəni cəmiyyətdə həm çalışıb, işləyir, əziyyət çəkir, maddi baxımdan belə deyək də ailəsini dolandırmağa çalışır. Həm də bacardığı qədər, yəni hər insanın o qayğı, nəvaziş, sevgi anlayışı da eyni deyil axı. Yəni öz bacardığı qədər, öz anladığı, başa düşdüyü qədər xanımına nəvaziş də göstərməyə çalışır. Amma buna baxmayaraq, yenə də bəzi qızların, bəzi qadınların gözü, fikri ancaq qıraqda olur. Qarınlamışlıq, qudurğanlıq. Bax, dediyim də budur.